Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs edilib. Azvisionaz Life Race-dən xəbər verir ki, İsmayılov ticarət komplekslərinin sahibi Vladimir Savkin və Lyublina Motorsun təsisçisi Yuri Brelyevin qətlində günahlandırılır. İsmayılov və onunla əlbir olan killer Mehman Kərimova 2 və daha artıq şəxsin öldürülməsi maddəsi ilə ittiham irəli sürülüb. İsmayılov hadisədə özünü təqsirli bilməyib. Rusiya İstintaq Komitəsinin versiyasına görə biznesmenlərin qətlə yetirilməsinə səbəb Rafiq İsmayılov və Vladimir Savkin arasında maliyyə mübahisəsi olub. Qeyd edək ki, Vladimir Savkin Rafiq İsmayılovla birgə Moskvada ticarət əyləncə kompleksinin sahibi olub. İsmayılov kompleksi 5,5 milyon dollara satıb və bütün pulları özünə götürüb. O, Savkinə bir neçə milyon dollar borclu olub və Rusiyalı biznesmen pullarını geri qaytarmaq istəyib.